Salam, necəsiz? Bugün gecə dərs eləyirik. Saat əvvəla sizə göstərim ki, saat neçədir? Saat 03:20-dir. Yəni 4-də işləyir. Çox gec başlamışam. Hətta nəinki saatlarla gec başlamışam, günlərlə gec başlamışam. Məndən soruşursunuz ki, niyə video paylaşmırdın? Çünki 2 gün dərs oxumurdum. Bir işdən çox yorğun gəlmişdim birinci gün. Həm gec gəlmişdim, həm yorğun gəlmişdim. Buna görə halım olmadı. Bu dildi ki, qoşdum, yatdım ki, oyanım dərs eləyim, amma oyana bilmədim. Həqiqətən bacarmadım. Digər gündəki bacım ilə getdim deyə heç nə oxumadım. Bilirəm ki, çox bərbad bir şey eləmişəm. 2 gündür dərs oxumamışam. Hətta bu gün də çox gec başlamışam. Amma nə edək? Özümə çox əsəbləşməyəcəm. Çünki ən azından imtahan sabah deyil. Bir də ki, sabah 6-cı gündə evdəyəm. İnşallah ki, o günü faydalı keçirərəm. Məsələn, ümumi tarixdən sabah bir mövzu, 2 mövzu öyrənərəm. Riyaziyyatdan daha çox test işləyərəm. Belə. Bir də ki, bugün əslində dərs cədvəlində sadəcə bugünlük biraz dəyişiklik eləmək istəyirəm. Nəyə görə? Keçən dəfə mənə bir rəy gəldi ki, sən buraxılışın fənlərinə çox az vaxt ayırırsan. Əsasən qüvvəni bloka verirsən. Bunu mən də bilirəm, bəli. Əsas qüvvəni bloka vermişəm. Çünki buraxılışdan biraz qorxuram və buraxılış mənim motivasiyamı aşağı salır. Amma bugün istəyirəm ki, buraxılış fənlərinə önəm verim. Əslində bugün bizdə İndi 6-cı gün keçdik gecəli deyə, amma 5-ci günün dərslərini oxuruq da. Bizdə ümumi tarixdən Azərbaycan dili testi olmalıdır. Amma istəyirəm ki, bugün ingilis dilindən Azərbaycan dili işləyək. İngilis dilindən topludan test işləyək. Azərbaycan dilində eyni şəkildə topludan test işləyəcəm. Azərbaycan dilində əvəzlikdə qalmışdım. Testini bir qədər işləmişdim, sonra qalmışdı. Bir də ki, mənim əvəzliklə bağlı ingilis dilindən də problemim var ki, orada birinci hissəni çox yaxşı işləmişdim. Yəni əvəzliyin birinci hissəsini yaxşı işləmişdim, amma ikinci hissəsində çox ilişmişdim. O testin izahlarına baxmaq istəyirəm. Toplumun izahları var YouTube-da və bir müəllim tapmışdım, çox yaxşı başa salırdı, izah edirdi. Məsələn, artiklı onunla baxmışdım və artiklda heç bir problemim yoxdur, çox rahatdır. Məncə, əslində artikl o qədər də qəliz bir bölmə deyil. Sadəcə testlərdə diqqət yetirməli olduğumuz şeylər var. Bilməm, bəlkə qəliz, sadəcə o müəllim normal başa salmışdı deyə topluda. Artıq testi görən kimi bilirdim ki, nə eləmək lazımdır, nəyə çıxdaş eləmək lazımdır. Gün gəldim, dərsə tez başlayacaqdım. Sonra yuxum gəldi. Daha doğrusu yorğun idim. Dedim, biraz yatım durum, başlayıram dərsə. Yatım durdum, saat 11-ə qalırdı. Sonra dedim ki, 10 dəqiqədə istirahət edeyim, eyb yox da. Çay süzmüşdüm ki, çayımın soyumağını gözləyirdim. Bir 10 dəqiqədə istirahət edeyim, ayrıldım ki, saat 3-ə qalırdı, 3-ə qalırdı. Hazırlaşdım, gəldim. Başlayaq dərsə. İndi cədvələ yazacağım ki, nələr oxuyacaq bugün. Əslində təxminən nələr edəcəyimi dedim. Amma gəlin yazaq. Yenə də bugün ayın 11-idir məncə. Amma biz 10 yazacağıq. Dəqiqə. Hə, bugün ayın 11-idir, amma biz 10 iyul yazırıq. Deməli, Azərbaycan dili. Əvəzlik. Bir də ingilis dili. Eyni şəkildə əvəzlik. Yəni, əslində ingilis dilindən söz də öyrənə bilərəm. Çünki dediyim kimi evdəyəm deyə biraz gec yata bilərəm. Yəni, hər ehtimala qarşı söz yazaq ki, hər nədir, nə öyrənsə qənimətdir. Söz də yazacağım bura. İngilis dilindən söz. Bunları eləyim məncə. Yəni, az deyil ki, yəni. İnşallah ki, az deyil də. Yəni, çünki 2 dənə buraxılış fənnindən testi. Bunları işləyim. İngilis dilindən əslində qrammatikanı bitirmək istəyirəm ki, keçim mətnlərə və yaxud da esse yazmaq üçün vaxtımı sərf eləyim. Düzdür, hamısını paralel eləməliyəm, amma ki, bunu daha çox mən bacaracağım məzuniyyətimdə, avqustdakı məzuniyyətimdə daha yaxşı bacaracağım. Sadəcə istəyirəm ki, toplunu aradan çıxardım birinci. Çünki mətn üzərində heç bir o qədər qəliz deyil. Sadəcə söz bilməklə, biraz da olsun mətnin içində sözlərə baxmaqla, uyğunlaşdırmaqla cavablar tapmaq olur. Amma qrammatikada sırf biliyə əsaslanır, sırf bilməlisən bunu ki, çıxdaş eləyə biləsən. Bu arada sizin üçün planşetdə necə dərs oxuyuram, necə not alıram və hansı proqramı not alıram, buna bağlı bir video çəkə bilərəm. Çünki bəzən suallar gəlir ki, planşetin markası nədir və yaxud da razısanmı və planşetdə notları hansı proqramda qeyd edirsiniz. Bunu əslində hər videoda deyirəm, amma hər ehtimala qarşı axtaran olsa, daha dəqiq cavab tapsın deyə, həm də hər dəfə videoda onun sualı gəlməsin deyə mən ayrı bir video çəkə bilərəm sizin üçün. Dərsi oxuyacağım bir vaxt qoymamışam, yəni ki 03:30-dan məsələn 6:30-a qədər belə bir vaxt məsələn qoymamışam. Amma bacardığım qədər oxuyacağam. Dediyim kimi evdəyəm, ona görə rahatam. Əslində bilirsiniz necədir? Bəzən oxuyurlar 8 saat, 9 saat. Bu çox gözəl bir şeydir. Bunu mən də avqustda evdə olanda yoxlayacağım. Amma ki, bəzən 7, 8, 9 saat yalandan oxumaqdansa, arada boşluq buraxmaqdansa,
3-4 saat həqiqətən dərs oxuyanda bu daha çox faydalı olur. Yəni biri var ki, siz 9 saat ərzində həm fikrə gedirsiniz, eyni zamanda yazını yazırsınız, vaxt itirirsiniz boş-boş. Sonra bir də nəsə fikirləşirsiniz, telefonda gəzirsiniz. Amma bir də var ki, 3 saat qoyursunuz, ya da ki 2 saat, hər fəndən 1 saat belə olsa, sırf bütün diqqətinizi dərsə verib çalışırsınız, o 10 saatlıq dərs çalışmaqdan belə daha faydalıdır. Bunu hardan həm də öyrənmişəm, həm özümdə də təcrübə eləmişəm. Eyni zamanda, məsələn, yaxşı bal yığan şagirdlərin, buraxılışda, qəbulda yaxşı bal toplayanların danışdıqlarına baxıram. Bəziləri deyirlər, hə, məsələn ki, 8 saat dərs eləyirdim. Bunlar da var. Təbii ki, istisnalar var. Bilirsiniz nə yaxşı? Mən universitet imtahanında, daha doğrusu universitetdə oxuyanda semestr imtahanları olur da. Mən semestr imtahanında oxumurdum. Yəni nə yalan deyim? 5-6 gün oxumurdum. Son gecə başlayırdım oxumağa. O son gecədə həqiqətən də o qədər şey öyrənə bilirdim ki, gedib imtahanda yaxşı bal toplayırdım. Belə, indi başlayacağım dərsə, amma əvvəla onu deyim ki, bizim dərs üçün Telegram və WhatsApp qruplarımız var. Onların linklərini açıqlama qismində yerləşdirirəm. Həmin qruplarda həm PDF-lər göndəririk, həm söhbət eləyirik, həm bir-birimizə dəstək oluruq, notlarımızı bir-birimizlə bölüşürük və test kitablarını da bir-birimizlə bölüşürük ki, dəstək olaq. Əgər istəyirsinizsə kanala gələ bilərsiniz. Təbii ki, yəni çox şad olarıq. Hər qrupda 100-dən çox adam var. Sizi də aramızda görməkdən şad olarıq inşallah. Heç nə, çox uzatmadan artıq başlayıram dərsə. Çayımı da süzüb gəlmişəm bu arada. Bu dəfə yenə digər fincanda yox, bu fincanda gətirdim. İşıq niyə belədir bilmirəm. Bu fincanda çay gətirdim. İndi çox uzatmadan keçirəm dərsə. Deməli, əvəzliyi bitirdim. Bu arada çox rahat getdi. Çünki keçən dəfə də demişdim ki, videoda, bilmirəm bu videoda dedim yoxsa yox, amma keçən dəfəki videoda demişdim ki, əvəzlik çox çətin bir bölmə deyil. Azərbaycan dilindəki əvəzlik çətin deyil. Mənə rahat gəlir, yəni əvəzlik. Bilmirəm sizdə necədir. Məsələn, mənə bezdirici gələ bilən feildir. Mən feili dəhşət çox sevmirəm, yəni. Əslində demirəm ki, qəlizdir, çox çətindir. Sadəcə uzun, böyük bir bölmədir. Ona görə də vaxt çox aparan da bir bölmə sayıldığı üçün çox xoşlanıram. Düşünürəm ki, məktəb vaxtı necə idi? Məktəb vaxtı sevirdimmi? Məktəb vaxtında biraz ürəyimizi sıxırdı, yəni felinə yalan deyim. Biz xoşlayırdıq vaxt ismi, sifəti, yəni bunları daha çox xoşlayırdıq. Bir də ki, təhlili xoşlayırdıq. Cümlənin üzvlərinin təhlilini xoşlayırdıq. O maraqlı idi. Biz bəzən orada bəzi xırdalıqlar var ki, insan görmür, bəzən ona görə səhvlər edir, amma sanki daha maraqlı və əyləncəli bir bölmədir təhlil etmək. Yəni gələn dəfə feilə başlayacağıq inşallah. Bu arada bəzən yazırsınız ki, hətta indi də mənə bildiriş gəldi ki, YouTube-dan, bəs video çək, niyə video çəkmirsən? Bəzən nəyə görə arada
günlər olur. Yəni hər gün çəkmirəm, arada günlər olur, ondan danışacağam sizə. Hətta bir nəfər dünən yazmışdı ki, hər gün video çək. Biz bu əslində çox mümkün olan bir şey deyil. Çünki siz özünüz də video çəksəz görəcəksiniz ki, çox vaxt aparan bir şeydir. O videonu çəkmək, ondan sonra onu editləmək, montaj edib paylaşmaq çox vaxt alan bir prosesdir. Məsələn, mən bu videoları çəkəndə belə nə qədər də dərs videolarında vaxtım boş keçməsə belə, ən azından bir yarım saat, 1 saata yaxın bu videoya ayrıca bir vaxt ayrılır və editləyəndə də buna biraz vaxt ayrılır. İstər-istəməz ona görə də vaxtım çox gedir. Yəni YouTube-a hər gün video atmaq mümkün deyil. TikTok-a, Instagram-a bunlar mümkündür, amma YouTube üçün biraz çətindir bu şeylər. Mən də istərdim ki, hər gün sizinlə video paylaşım, hər gün sizlə YouTube-da ünsiyyətdə olum, amma bəzən alınmır. Yəni nə qədər eləsəm də bu mümkün deyil. Amma WhatsApp-da, Telegram-da hər gün bacardığıma qədər yazıram yenə də. Oradan da əlaqə keçə bilərik inşallah. Yəni yenə də bacardığım qədər tez-tez sizə video atacağam ki, sizə video çəkəndə daha çox dərs oxuyuram. Yəni inanın mənə, video çəkirəm deyə məsuliyyət istəyirəm ki, yox da bu boyda video çəkirsən, cəmaət aldada bilmərsən, ona görə dur dərsini oxu. Nəysə, bunu demək istədim ki, sonra incilik olması aramızda. İndi başlayacağım ingilis dilindən. İngilis dilinin əvəzliyin izahlarına baxacağım. Əvəzliyi bir dəfə işləmişdim. Birincisini yaxşı işləmişdim. İkincisini bərbad işləmişdim. Düzdür, birincini də biraz unutmuşam. İzahla təkməşdirməyə çalışacağım, gücləndirməyə çalışacağım. Sonra da bacarsam biraz söz öyrənib gedəcəm, istirahət edəcəm və 6-cı gün, yəni sabah, bugün daha doğrusu tezdən oyanıb axşama kimi inşallah dərsimi oxuyacağam. Bir də havalar o qədər istidir ki, başa düşürəm ki, bir çox abituriyent dərs oxuya bilmir. Yəni normaldır. Əgər siz də bunu bacarmırsınız, oxuya bilmirsinizsə, narahat olmayın. Çünki yay gələndə, bunu həmişə bizə hazırlıqda müəllimlərimiz də deyirdi ki, yay gələndə dərs oxumaq olmur. Yəni burada əgər belə bir probleminiz varsa, özünüzü günahlandırmayın. Çünki hava ilə bağlı bir şeydir. İnsan gəzmək istəyir, yatmaq istəyir, istər-istəməz insanı isti hava yatızdırır. Eyni şəkildə yəni olmur da, insan motivasiyadan düşür, isti bir tərəfdən, dərs bir tərəfdən. Oysa dərs oxuyanda bəzən insanın içinə istilik gəlir əsəbdən. Bir də əlavə çöldəki istiliklə bərabər qarışanda bir-birinə insan dayana bilmir. Rahat olmayın. Yəni bu təkcə sizdə olan bir şey deyil, bütün abituriyentlərdə olan bir şeydir. Amma yenə də siz çalışın ki, bunu üstünə gedin, bunu öhdəsinə gəlməyə çalışın ki, ən azından yayda çox irəli gedəsiniz, yayı dəyərləndirəsiniz. Çünki düzdür, istirahətə insan gedir, rayona gedir və yaxud da müxtəlif yerlərdə vaxtını keçirməyə çalışır dostlarıyla. Amma ki, yay həqiqətən dərs oxumaq üçün ən çox vaxtınızın olduğu bir müddətdir. Dərsə getmirsiniz, hazırlığa getmirsiniz, vaxtınızı yolda sərf eləmirsiniz. Oturursunuz, dərsinizi oxuyursunuz. Ona görə də maksimum dərəcədə faydalanmağa çalışın. Bir də izah üçün baxın, bu kanala baxa bilərsiniz. Bu kanalda yaxşı izahlar yerləşdirilir ingilis dili ilə bağlı. Mən pronounsu buradan izləyirəm. Bəzən yəni olmayanda, bir mövzu bir kanalda olmayanda tamam başqa müəllimdən, başqa kanaldan da izləyə bilərəm. Yəni problem deyil. Bu müəllim ona görə yaxşıdır ki, həm kənarda qaydanı qoyub, eyni zamanda hər sualda da qaydaları təkrarlayır. Yəni çıxış edir. Burada belədir, elədir, belə deyib keçmir. Hər sualda qaydanı sizin üçün başa salır yenidən və buna görə də qayda yadınızdan çıxmır. Thank you.
Deməli, ingilis dilində də video izahına baxdım, sözləri oxudum. Videonun hamısını bitirmədim, çünki əvəzlik böyük bir mövzudur. Yəni yarısına qədər hələ 2 saatlıq video idi. Yəni testin yarısına qədər 2 saatlıq video idi. Onun davamı var hələ təbii ki. Ona görə də bütün videonu bitirdim, xeyr. Amma bir xeyrisinə baxdım və daha yaxşı yadımda qaldı. Məsələn, bunu əvvəlki test işləyəndə sadəcə qaydanı oxumuşdum və gedib testi işləmişdim. İzaha baxıb, yəni qaydanı yazıb, daha sonra testi işləmişdim. İnsan sadəcə qaydanı oxuyur, öyrənir, amma sonra test açanda görürsən ki, bilməli olduğun daha çox şey var və bunu ancaq testi işləyə və bunu kimisə köməyi ilə öyrənə eləyə bilərsən. Yəni testi tətbiq eləmədən, nə qədər qaydanı oxusan da, ən yaxşı müəllimlərdən qeydlər çıxarsan da, bu mümkün deyil, hətta qalmayacaq. İndi gələn qeyd edək ki, bu gün nə elədik? Deməli, Azərbaycan ilə əvəzliyi işləyib bitirdik hamısını. İngilis ilə əvəzliyin izahına baxdıq. Bir də ki, söz öyrəndim ingilis dilinə. Bu gün yəni yaxşı keçdi. Az müddətdə yaxşı dərs oxuduq, bacardıq yəni. Şükür Allaha, müşkür. Ona görə də şükür, yaxşıdır. Əslində bundan sonra belə bir şey eləmək istəyirəm ki, çox da hər zaman gecələr dərs oxumaq istəmirəm. Çünki gecə dərs oxuyanda həqiqətən yorğun oluram və mənim bütün günümə çox təsir eləyir. Çalışacağam ki, axşam işdən gələndən sonra dərsi oxumağa başlayım. Yəni buna öyrəşməyə çalışacağam. Yəni məsələn gəlirəm, evə çatıram 19:00-da və ev işlərlə bərabər nəsə də 20:00-dan başlayıb ta ki 23 ya da ki saat 1-ə qədər, 12-yə qədər belə davam eləmək istəyirəm. Düzdür, onda da adamın yuxusu gəlir, bacarmırsan bəzən, insan yorğun olur, hiss edirsən ki, artıq gözlərin yumulur. Amma gecə oyaq qalanda da yəni dəhşət yaxşı olmur insan, bəzən yorğun olur gün ərzində. Biraz çalışacağım ki, axşamlar dərs oxuyum. Məcbur qaldığım müddətdə ancaq gecələr oxuyacağam. Yəni elə ola bilər ki, evə gələ bilərəm, gec gələ bilərəm, dəhşət yorğun ola bilərəm. Əgər işdən sonra oxumağı bacarmayacağamsa, gecə oxumağa da çalışaram. Bəzən deyirsiniz, gecə necə olur ki, dərs oxuyanda yuxum gəlmir? Gəlir əslində mənim yuxum. Hətta bəzən o qədər beynim keyir ki, kitabın üstünə baxıram, kitaba baxıram və hiss edirəm ki, yəni gözlərim yumulur, ağzım əyilir. Yəni gecə mən dərs oxuyanda çox yoruluram. Eyni zamanda yuxum da gəlir. Yəni bir fərqimiz yoxdur, eyni hamımız. Amma məcbur qalıram. Yəni deyirəm ki, ən azından gecə oyanmırsa axıra qədər çatdır. Bunun məcburiyyəti var. Biraz heyfiniz gələcək əziyyətinizdə. Məcbur oxuyacaqsınız. Amma ümumən deyirəm ki, gecə dərs oxumaq yaxşı bir şey deyil. Bəzən soruşursunuz gecə yaxşıdırsa gündüz. Birincisi hansı vaxt oxumağa sizə yaxşı olduğunu bilməlisiniz. Yəni dərsi beyninizi yormadan oxumalısınız. Ona görə mən deyirəm ki, dərsi axşamlar oxuyub, yəni səhərlər oxuyub, gecə vaxtında yatmaq, yuxu rejimini pozmamaq və düzgün qidalanmaq, su içmək daha yaxşıdır. Amma əgər siz gecə dərs oxuyacaqsınızsa, səhərlər məsəl üçün evdəsizdə yatırsınızsa, bu ayrı məsələ. Amma həm işləyib həm də gecə dərs oxuyacaqsınızsa, ya da məktəbə də gedə bilərsiniz. Bilin ki, həqiqətən mental cəhətdən çox çökəcəksiniz. Hətta bir tərəfdən də nəinki mental, eyni zamanda fiziki cəhətdən çökəcəksiniz. Məsəl üçün, hazırda mən danışıram və o qədər yorulmuşam ki də güclə danışıram. Və bir vaxtdan sonra artıq gündəlik həyatda da danışanda nitqinizdə problem yaranacaq. Çünki normal yatmırsınız, beyin normal işləmir. İstirahət eləmir. Cümlə qurmağı bacarmayacaqsınız. Bu məndə birinci dəfə qəbul hazırlaşanda olmuşdu. İlk dəfə qəbul hazırlaşanda o qədər yatmırdım ki, 2 cümləni arda-arda düzüb qoşub danışa bilmirdim. YouTube-a video çəkirdim. O video olurdu 2 saat. O qədər çaşırdım da, yəni. Və onu kəsirdim, biçirdim videonu, gəlirdi 15 dəqiqəlik video olurdu. Yəni o qədər çaşırdım, düşünün, yəni həqiqətən öz əsəbləşirdim. Ona görə mən həmin dövrdə YouTube-a ara vermişdim. Yəni çünki görürdüm ki, bir videoya çox vaxtını düşündüm ki, məndə alınmırdı. Mən danışa bilmirəm, bacarmıram. Ona görə YouTube-u kənara qoymuşdum. Deyirəm ki, yəni məndə yaxşı alınmırdı. Hətta o dövrdə videolar az izlənirdi. O qədər əziyyətin qarşısında, yəni 500-600 izlənirdi. Məni ruhdan salırdı. Hər nəsə mən o qədər çox danışdım, həyat bu qədər dərinə getdim. Amma yenə də deyirəm ki, bəzən verdiyiniz suallardan və dediyiniz rəylərdən videolarda danışacağam. Yəni hava da aydınlanıb bu arada. Bu arada siz nə oxudunuz bugün, nələr elədiniz? Bunları da mənə rəydə yazsa çox şad olaram. Baxaram sizin göndərdiklərinizə, nələr elədiyinizə. Həm də baxaq görə proqramda hardayıq. Yəni məncə siz artıq 10-cu sinif hazırlığa getmisiniz deyə çox irəlidəsiniz. Sadəcə təkrar eləyə bilərsiniz yayda. Nəysə, bu qədər. Çox danışdım, çox bezdirdim, sizi bilirəm. Amma ürəyim doluydu, çünki artıq neçə gündür biz görüşmürük. Ona görə dərdləşməliydik, söhbət eləməliydik. İndi gedim biraz istirahət edeyim, özümə gəlim, səhər tezdən duracağam. Çünki evdə olsam belə evdən işləyirəm. Yəni həm işdən bərabər, həm dərsdən bərabər bir gün yaşayacağam. Əgər alınsa video çəkərəm, məncə alınmayacaq, amma yenə də alınsa çəkərəm. Çünki bu videonu editləyib hələ sizə paylaşacağam. Bu videoluq artıq mən gedirəm. Növbəti videolarda və vloglarda görüşmək ümidi ilə hələlik.